21-ci sualla başlayır. Bizə deyir ki, seçilmiş abzas bir mövqeyə yuxarı yerini dəyişdirilməsi hansı əməliyyat klaviatura düyməsi vasitəsilə istifadə edəcəksiniz? Hansı klaviatura düyməsi vasitəsilə istifadə edəcəksiniz? Bir mövqe yuxarı qaldırmalıyıq. Shift, sonra proyekt görmüyor. Ay, bir dakika. Neyse doğru gitmiyor. Özlemeler olacaksınız. Hı hı. Davamız nə oldu? Shift, Alt, bir də ki yuxarı, yəni page up işarəsində də görə bilirsiniz. Slaydlara tətbiq edilə bilən keçid effektləri. Hara tətbiq edirik? Slayda. Nəyi tətbiq edirik? Keçid effektini. Hansı proqramdan söhbət gedir? Təbii ki, PowerPoint. PowerPoint-da bir var idi, obyektə keçid effekti verilməsi. Bir də var idi, slayda keçid. Slayda keçid effekti veririksə, bu translation-dan idi. Obyektdə isə animation-dan. Bizdə isə slaydlar arasında, yəni mən bir slayddan, bir vərəqdən digər vərəqə keçərkən, buradan bura keçərkən hansı keçid effektləri var, ora baxırıq. Sublime, exiting, bir də ki, dynamic contact. Bəli, biz bundan əvvəl suallarda adətən obyektin başlanmasına baxırdıq ki, obyektin keçid effekti yox, obyektə keçid effekti veririksə, bu olurdu nələr? Emfasis var, exit var, bəli, çıxış effekti var. Hə, bu heç. Bu obyektə keçid effekti veririk ki, bu obyektimiz keçid effekti olaraq preview eləyək. Yəni, necə gələcək onu götürsün. Bir də var ki, start, yəni obyekt necə başlasın? Əvvəlki ilə, əvvəlkindən sonra, bir də ki, kliklədiyimiz zaman. Deməli, bizdən sadəcə slaydlar arası keçid effektini istədiyinə görə biz translation-a baxacağıq. Cavabımız nə olacaq? Zərif, sonra çıxış, hansı oldu? 2, 7, 8. Heyecanlandırıcı, bir də dinamik məzmun. 2, 7, 8. Alqoritm yerinə yetirilməsi nəticəsində C dəyişən nəyə bərabər olur? B-nin qiyməti nədir gənclər bizdə? 30. 2 vurulsun A. Onu da vururuq nəyə? 14-ə. Burada B-nin yeni qiyməti nə olacaq? 2. Deyir, əgər A 14, B-də də nədir? 2-dir. 2 böyükdür ki 14-dən. B-nin sonuncu qiymətinə baxır. Alqoritmdə sonuncu. Yox, onda hara keçəcək? Əks halıyıq. C bərabərdir A. A-nın qiyməti bizdə dəyişməyib. Amma B-nin yeni qiyməti nədir? 4-dür. 14 ilə də 4-ü toplayandan neçə elədir? 18. Save as dialog pəncərəsinin köməyi ilə nəyi dəyişmək olmaz? Söhbət Word-dən gedir. Word-də belə sınavımız açıq. Ümumiyyətlə, sənədi fərqli yadda saxlamaq istəyiriksə, save as-dən istifadə edirik, düzdür. Paylaşa bilərsiniz, fərqli browserdə aça bilərsiniz. Harada yadda saxlamaq istəyirsə, onu seçə bilərsiniz. Tipini dəyişə bilərsiniz. Burada tipini dəyişə bilərsiniz ki, hansı tipdən istifadə edir. Sonra kim olduğunu dəyişə bilərsiniz. Mən bu sınağı hazır elə bir ki, şablon üzərində yığmışdım. Sualları dəyişmişdim, o şablonu bir saxlamışdım. Bax, həmin şablon kimə aiddirsə, müəllifi onu dəyişə bildik, düzdür. İndi bizdən nəyi soruşurdu? Sualı unutduğum sözün düzü. Nəyi dəyişmək olmaz? Səhifənin parametrlərini dəyişə bildik biz orada? Yox. Axtarış üçün açar sözlər, qoyulmuş şifrə, bu arada save-də qoyulmuş şifrə də var idi. Şifrəni hardan dəyişə bilirdik? Gəlirdik Tools bölməsinə, General Options'dan siz yeni şifrə təyin edə bilərsiniz, sənədin girişinə şifrə qoyursunuz. Hə, müəllifin adını göstərdi, failin tipində bunları dəyişə bilirsiniz. Dəyişə bilmədiyimiz sənədin səhifə parametrlərini dəyişə bilmədik. Deyir ki, hansı hara aiddir? Yenə PowerPoint-dan gedir.
Bəli, bu elə demək olar ki, bax, dizayn. Slaydın ölçüsünə baxa bilirdik. Bu hissədə bir var nömrələnmə, adi nömrələnmə deyirdisə, biz deyirdik ki, PowerPoint-da bu insertdir, amma 5-dən, 3-dən, hər hansısa bir yerdən başlayaraq deyirsə, görürsünüz, numbersə hansı slayddan nömrələməyə başlasın, bu zaman dizayndayıq. Ölçülərini dəyişə bilərik, zaten parametrlərdir. Bizdəki background, yəni ümumi buradan slaydı tənzimləyə bilərdiniz. Cavabımız nə oldu? Dizayn. İş masasında bir hansı əmrləri görmək olmaz. Gəlin görək iş masasının kontekst menüsündə hansı əmrləri görür. İş masasının kontekst menüsü boş bir sahədə açılır. View-nu görə bilirik, sort by-ı görə bilirik, fresh eləyə bilərik, new yeni bir sənəd pəncərə aça bilərik, settings əmrləridir, options-ı görə bilirik, personalize görə bilirik, bir də terminal. Yəni bu əmrli interfeysə keçid deyək də. Print-i görə bilmirik. Fresh gördük, refresh elədik də. Sonra view-nu gördük, gördük. OpenViz-i gördük, gördün, görmədin. Fərqli açmaq deyir. Centonu gördün, Centonu görmədin. New-nu gördün, gördün. Şeyəvizi gördün, görmədin. Cavab nə oldu onda? Orada nəyi götürmüşdük? 4, 5, 7, 1. Xaric etmə qurulusuna aiddir. Skaner daxil etməlidir. TV tuner həm daxil etməlidir, həm xaric etməlidir. Joystick masum bir növüdür. Plotter printerin daha böyük formasıdır xaric etmək üçün. Web kamerada daxil etmə qurulusudur. Sənədin hidden footersini aşağıdakilərdən daxil edə bilər. Biz sənədin hidden footersini ümumiyyətlə hardan daxil edə bilirik? Geri qayıdırıq Word-ə, insert-də, hidden footer-də. Bu aşağı və yaxud da ki, yuxarı sərlövhədir. Yəni, nə istəsəz aşağıdan, istəsəz yuxarıdan bu sərlövhələri qoya bilərsiniz. Vaxt tarixə uyğun olaraq qoya bilərsiniz. Sənəd haqqında məlumat qoya bilərsiniz. Şəkli qoya bilərsiniz. Sonra sənədin tək və cüt səhifələrinin fərqli hidden footerlər verə bilərsiniz. Düzdür? Nömrəli page number. Bu şeydə. İndi bizə nəyi soruşurdu? Aşağıdakilərdən daxil edilə bilər. Daxil edilə bilənləri seçirdik. Cari vaxtı dedik, daxil edə bilirik, düzdür. Sənədin xüsusiyyətlərini daxil edə bilirik. Bir də ki, nəyi daxil edə bildik? Şəkilləri daxil edə bildik. Gördünüzdə hardandır? Düzdür. Xüsusiyyətlər, şəkil, vaxt tarix. Bu arada bu əlavə lent tabı açıldı, oradan baxdıq. Birbaşa insertdən görə bilmədik. Hidden footer əlavə lent başlığı açılır, ona görə görə bildik biz bunu. Yoxsa insertdə birbaşa vurduğunuz zaman siz o əlavə lent başlığını görə bilmirsiniz. 29. Deyir ki, ümumiyyətlə 3 növ xananın tipi var. Nisbi, mütləq, bir də ki, qarışıq. A2 nisbidir, nə sətrin, nə sütun qabağında. Dollar A, dollar 2 bu mütləqdir, hər ikisinin qarşısındadır. A, dollar 2 isə qarşı xanadır. Birinin qarşısında var, birinin qarşısında yox. Bizdə də nədir? Paint qrafik redaktor. Paint nədir? Şəkil çəkmək üçün istifadə etdiyiniz ən sadə qrafik redaktordur. Neyinir? Təsvirləri yaradırıq və redaktə edirik. Cavabımız nə olacaq? Verilib mi C-də? Bəli. 31-ə baxırıq. Deyir ki, quruluşuna əsasən diaqramın hansı xanalar diapazonuna həyat edir? Əvvəlcə bəlkə cavabları tapaq aynı. Yoxsa ehtiyac yoxdur. Baxın görün. Average, sum, maksimum, if. Nəysə. A3-ü tapaq. A3-ü. A3-ü. Deyir, əgər gəl elə baxaq da, average A1-dən C1-ə 7, 12, 8-i toplayacaq və böləcək 3-ə. Neçə eləyəcək? 9. Average ədəd ortadan tapılması. B2 12-dir. B14. B4 daha doğrusu. 15-dir. Şərt doğrudur? Yox. Onda hara keçəcək? Doğru olsaydı bunu yerinə yetirəcəkdik. Səhv olsaydı bunu. Biz də səhv olduğuna görə bunu yerinə yetir. A1-in üstünə 5 gəldi. Neçə eləyəcək? 12. Bunun qiyməti oldu 12. Sum C1, C3. C1-dən C3-əni toplaya bilmirəm zaten burada. A1 üstə gəlsin 4. Bura neçə eləyəcək? 11. Average A2, C2 toplaya bilirik. Bəli. 9, 11, 20, 30. 30-u da böləndə 3-ə neçə düşəcək? 10. 15. Kont A1-dən C2-yə sayacaq 4 dənə. Kont ancaq nəyi sayır? Ədədləri hamısı 4-dür. C1 ilə C2-ni toplayır.
8 ilə 10 topladı. 18. Bura 18'dir. A2'ni vurdu 3'e. A2 neçədir bizdə? 1, 2, 3, 4, 5, 6. 6'lı çocuklar. Evet. 18. A2'ni vurdu 3'e. 9'u 2'ye vuran 18. 18'den 18'i çıxanda. 0 üstünə 3 gələndə 3. İndi bizdə nəyi soruşurdu yuxarıda? Heç bilmədim. Deyir, hə? Cədvəl hansı? Cədvəl deyir hansına o? 12, 10, heç bəli, tapmağa ehtiyac yoxdur. 12, 10, buradan başlayır, burada qutarır. Hansı olacaq? A3, A3, C3. NTPC haqqında verilmiş doğru olanları müəyyən edin. Süməyə görə klasterin ölçüsü 4 kilobaytdır. 4 4. Bəli, düz. Ancaq deyir, yalnız flash kartlarda istifadə olunur. Elə bir şey var, yoxdur. Bir doğrudur, 2 səhvdir. Bu arada ən azı 2'ləri çıxa bilərsiniz və daha sürətli işləmək üçün. Sonra fayllar haqqında məlumat MFT cədvəlində saxlanılır. Əslində doğrudur. Fayllarda şifrələnərək mühafizə olunma imkanı verir. Bəli, biz şifrələyə bilirik. NTFS hal-hazırda Windows əməliyyat sistemində istifadə etdiyimiz fayl sistemidir. Maksimum 128 fayl disklərdə işləməyə imkan verir. Bizim maksimumumuz burada ümumiyyətlə şey yoxdur. Bu da səhvdir. Cavab oldu nə? 1, 3, D. Fayllar haqqında məlumatların saxlandığı bir cədvəldir. Və həm FAT var, NTPC var, bir də var idi, yadımdan çıxdı. CDS var idi, ETF var idi. Hansı fayl sisteminə istifadə? Bir dəqiqə, unuttum. Bu iPhone-un yaratdığı şirkət nə idi? Apple. Onların başqa türlü macOS əməliyyat sistemində istifadə edilir. macOS əməliyyatını. Hə, nəyə görə bölünür nəsillərə? Element bazalarına görə. Bəli, element var. Deyir ki, paste əmri, paste short əmri hansı halda burada belə aktivliyini görə bilirik. Təbii ki, baxın, normalda burada gəlirəm, ta ki, bunu neynirəm? Kopyalayıram, gəlin kopyalayaq. Gəlirəm bura, görürsünüz, həm paste short əmri aktiv olundu, həm də ki, paste əmri. Burada artıq Windows 11-də biraz fərqlidir də, paste, hər ikisi aktiv. Biz nə üçün kopyalamalıyıq? Və yaxud da nə olacağımız? Verilmiş obyektin üzərinə kat əmrini icra etməklə kopya əmrini icra etdim axı. Deyir ki, Ayşoqda mən bu tiplərdən zəhləm gedir, çünki bilmirəm. Hardan başlayıb, hardan qutaraq. Cədvəl 2-də övlad və onun valideynləri haqqında informasiya var. Cədvəl 2. Əla. Dalında daha rahat bir şeydir. Onun valideynləri haqqında informasiya var. İnformasiya cədvəl 1-ə uyğun olaraq adi qiymətli təyin oldu. Qurbanlı Akının qız övladlarını və qız olan nəvələrinin sayını axtardı. Nəvəsi. Akı, Qurbanlı Akı. Qurbanlı Akı kimdir? Budur. 44. 44. 44'ün övladları 25. 44'ün övladları 34. İndi mənə lazımdır 25 və 34. 25 ilə 34'ün övladlarını tapım öncə ayın gənclər. 26, sonra baxacağım orada. 25'in övladı 26'dır. Başqa övladı var mı 25'in? Var. Bir dənə də 54 da bunun övladıdır. Sonra 34'ün övladı kimdir? 35. Bax, buradan 34'ün övladı 35. Bir də 34'ün övladı 46. İndi görüm bunların hansı şeydir? 25 ilə 34'ə baxıram əvvəlcə. 34 qadındır, 25 kişidir. Deməli, qadın, plus qoydum. 34'ün övladlarına baxıram, 35, 46. 35 qadındır, buna da 1 plus qoyuram. 46'ya baxıram, 46 kişidir, buna çıxaq qoyuram. 25'ə çıxaq qoymuşdum, amma 25'in övladlarına baxıram. 26 və 26 kişidir, buna da çıxaq qoyuram. 54 qadındır. 3 dənə xanım var. 1, 2 və bu. 3 dənə. Cavab 3 dənədir. Qız övladlarını və qız olan nəvələrini. Demir ki, qız övladı və ancaq elə ki, qız nəvələrini demir. Sadəcə qız nəvələrini. Yəni, bu oğlan övladının da
Qız, qızı varsa onu da nəzərə alırıq da. Burada necə nəzərə aldıq? Olmadı. Aldıq da. Oğul 25 oğlan idi, oğlu idi. Oğlunun qızını nəzərə aldım da. Çünki bizə nə deyir? Deyir ki, qız övladlarını və qız olan nəvələrini. Demir ha? Qızdan olan nəvələri ancaq. Oğlunun qızını da nəzərə aldıq da. Hə, nəysə biləm. 36-ya baxırıq. Deyir ki, nələri axtarırıq bu dəfə? Yanlışlar axtarırıq. Vay millət. DVD-ROM verilənlər o cümlədən audio, video, digər faylları yazıb oxumaq üçün istifadə olunan qurğudur. Düzdür də bu. Bunda bir problemimiz yoxdur. Bu düzdür. Plus qoyuram. Sonra flash kartda silinən fayllar. Flash kartda silinən fayllar raisibinə düşür bizə. Zibi qabına düşür. Yox, təbii ki. Kompüter söndürük deməli yaddaş məzmun olaraq növbəti seans aktivləşdirmək üçün müvəqqəti olaraq ehtiyat qovluğu. Əməli yaddaşda hər şey silinir. Nə ehtiyat qovluğunda saxlanmaq? Ehtiyat qovluğunda saxlanır ki, əməliyyatda. Kompüter sönsə, əməli yaddaşda hər şey silinir. Bitdi, getdi. Qrafik planşet, yəni əlimizdə yazdığımız qrafik informasiyanı böyük formatlı kağız və digər daşıyıcıya çıxaran xaric etmə qurusudur. Qrafik daxil etmə qurusudur sadəcə və kompüterə daxil edirik biz. Nə oldu elə hamısı səhv oldu? 2, 3, 4. Hə, cavab var imiş. Flash kart da daşınan yaddaş qurusu olaraq xüsusi kontrol və interfeysdən ibarətdir. Düzdür də flash kart daşınan yaddaş qurusu olaraq, bəli, daşınan yaddaş qurusu özünü kontrolu və interfeysdən ibarətdir. Bu doğrudur. Sonra mikrofon səs informasiyasını elektrik siqnalları çevrilməsini təmin edən çıxış qurur. Mikrofon daxil etmək üçündür səs informasiyasını. Sonra səs kartı analogdan rəqəmsala çevirir. Çıxışa verəndə nədir? Səs ucaldır. Kompüter işləmə sürəti 1 saniyədə yerinə yetirilən sadə əməliyyatların sayıdır. Bu da doğrudur. Cavabımız oldu 2, 3, 4, 6. Var, Y variantı. Mikrofonun vaxtı. Necə? Mikrofonun vaxtı. Mikrofonun vaxtı. Nə olaraq gedir? Çıxış qırısı gedir. Sən qulağa daxil edir deyən informasiyanı elə bilirsən qulağa daxil. Yox, mikrofonu olaraq. 0, 1, 2, 3, 4, 5. Neçə elədi bura? 57. 57. Ay Allah, nə qəşəng sual verir. Hədiyyədir də bu sual sizə. Bonus. Elə bir ki, deyir ki, 50 manata girmirsiniz imtihana. Onun üçün də sevinməsiniz. Xüsusi əməliyyatlara aid olanları müəyyən edin. Bu akses aiddir. Nullar aid idi. Bir də like aid idi. 1, 5, 7 var. Baza proqram təminatına aid olanları müəyyən edin. Örtüklər, ümumiyyətlə sistem proqram təminatı 2 yerə bölünür. Baza və servis. Servis və utilitlərdir, arxivləşdirmədir, antiviruslardır. Baza cəmi 3 dənə şeydir. Əməliyyat sistemi, əməliyyat örtükü, bir də şəbəkə əməliyyat sistemi. Haradadır bu? Örtük, şəbəkə, əməliyyat sistemi. Bu variantı. B. O səviyyəsində işləyən fiziki olaraq müxtəlif protokollu 2 və daha çox kompüterin işlənməsini birləşdirir. Bəli, nədir bu? Marşrutlayıcı. Bəli, router. Nə qəşəng sualdır bu. 2 dənə düsturumuz var da. Həcm bərabərdir. S vurulsun, S vurulsun, S vurulsun 2 Unicode'a görə. Bir də həcm bərabərdir. Sürəti vururuq nəyə? Zamanı. Bunları həcmlər birləşə bilər də, düzdür. Printer 1 saniyədə, printer çap sürəti saniyədə 4 kilobayt. Sürət nə qədərdir? 1 kilobaytdır. Mən sözləri düzgün oxumuram. Zamanı. Bir görüb 4 kilobayt deyirəm. Hamısı yorğunçuluqdandır. 48 sətrim var. 32 dənə simvolum var. 25 dənə səhifəm var. Bir də Unicode'a görə nəyə vururam? 2-yə. Zaman bərabər. T-nin yanında olanlar düşür aşağı. Amma kilobayt nəyə çeviririk? Buralar bayta. Bayta. 200 tona. 200 tona vuranda elə 1 eləyir. 32 2 üstü 5'dir. Vurulsun 2 2 üstü 1'dir.
Vurulsun 48. Vurulsun nəyə? 25-ə. Ay millet. İxtisarlarımızı aparırıq. Burada 6, 2 üstü 6. Burada qaldı 2 üstü neçə? 16-da 4. 16 ilə 48 öz ixtisar gedir. 3-ə. 3-ü də 25-ə vururam. 75. Bu təkrar sualda. Sual görmüşük biz. Çoxunu görmüşdük ama neyse. Eyni şey eləmişsə, amma səhv olur. Bilmirəm. Mak ünvanı 0-dan 9-a qədər və A-dan F-ə qədər hərflərdən ibarət olur. 6 isə 6 bayt 48 bitdən ibarətdir. Hər hissədə 2 dənə, yoxsa 3 dənə simvol olur. Hər hissədə 2 dənə simvol olur. Elə bu bir səhvdir, gözümüzə girir. 2, 4, 6. 2, 4, 6. Bəli, düzdür. F-dən ötəri hərf keçməyib. Sayı da düz olmalıdır. 6, 7. Səhvdir. Bu da 7. Səhv 3 hissəlidir. 500. 2, 4, 6. Bu da doğru. Bizdə nəyi soruşur? Hansılar? Düz, aşağı, hə. 2, 5. Ay gənclər, bunu axtaraq. 45 dənədir sual. Yaxşı, bunlar rahat. Dənə bunu da yazın. Vay Allah, vaxt nə tez qutardı. Onlar indi orada fırlanırlar. Bax. Verilmiş elektron cədvəl fraqmentinə əsasən D5 xanasının qiymətini axtarır. Average A1-dən B4-ə. A1-dən B4-ə. A1 burada başlayır. B4. B4 burada bitir. Götürürük 2-ni, 3-ü, 8-i, 2-ni, 7-i. Bilirsiniz, mətin tipləri götürmürük. Dırnaqda 5-də mətin tipidir. 10-u götürürəm, 4-ü, 9-u toplayıram. Cavab nə olacaq? 65 bölü 75. 5. 7 dənəsin olur da. Bax, bunu da götürdüm. Average tapanda bunu götürdüm, bunu götürdüm. Bunu topladım. Bir 4-ü 9 topladım. Obşu sayına böldüm. 5 elədim. Power qüvvəti. D2-ni götürür. D2 nədir bizdə? 5. B3-ü götürür. B3 də 2-dir. Neçə eləyəcək? 25. 5 üstü 2, 25. Kontiv sayır. Ancaq nələri sayır? 5-ləri. 5. A1-dən C4-ə qədər. A1-dən C4-ə qədər cəmi bir dənə 5 var. Dırnaqdakı 5 mətin tipi. Çünki kont ancaq ədəd tiplərini sayır. Sum toplayır. A2-dən D4-ə, A2-dən, daha doğrusu D2-dən. D2-dən D4-ə topladı 31, düzdür. B4-ü götürdü. B4 neçədir? B4, B4. 7, bir də 9-u götürdü. Neçə elədi? 47. Cavab bunu istəyir yəqin bizdən. Mətn prosesoru üçün doğru olmayan mülahizələri seçin. Baxaq görək doğru olmayanlar hansılardır millət. Mətnin bir neçə sütunlara ayrılması insert. Mətnin bir neçə sütunlara ayrılması layıqdandır. Gəlin bir dənə bunu göstərim. Əslində bax, tam oldu amma. Bax, gözləsinlər. Bir neçə sütuna, 3 sütuna, 2 sütuna layıqdan Kolumns bölməsindən mətnin bir neçə bax hal-hazırda şeydir. Hə, bir səhvdir. Çünki nəyə görə? Layiqdadır. Eyni zamanda iki sənəd ekranda göstərilməsi Windows lent qrupuna təyin edir. Bu düzdür. Windowsdan təyin edirik də, ay millət, eyni zamanda view əmrində Windows lent qrupundan bir neçə sənədin göstərilməsi yan-bayan göstərə bilərik. Hətta bir sənəddən digərinə keçid edə bilərik. Neysə, bu düzdür. Sənəddə Fortnite review lent tabında əlavə edilir. Review'dadır Fortnite əmri. Review'a baxın, görün Fortnite əmri var burada. Fortnite əmri haradadır? Referensdədir. Referensdədir. Onda bu da səhvdir. Bunu da götürürəm. Seçilmiş sözün hecaları PX-Setup lent qrupundan həyata keçirilir. Bəli, Layotda PX-Setup var, oradan həyata keçirilir. Layotda, bax, hecalara bölünmür. Düzdür də, düzdür. Hə, lent qrupusu. 5. Sətirlərin nömrələnməsi Home-dadır. Home-da abzasın nömrələnməsidir. Home-da. Abzasın nömrələnməsi Home-dadır. Biz səhifəni burada nömrələyirik. Insertdə sətirlərin nömrələnməsi hardadır? Layotdadır. Sizə nəyi soruşurdu? Səhvləri. 5. Müxtəlif əməliyyatlar bir prosedurla birləşdirməyə xidmət verir. View, bəli, makroslardan istifadə edə bilirik. 1, 3, 5. Uyğunluğun müəyyənidir. İnternetə qoşulma növü hansıdır? Bəli, haradadır bu? B və D. Wi-Fi və ADSL-lə. İnternet protokolu hansıdır? TCP, NNTP.
İnternetdə kompüterin ünvanı hansıdır? Bu domen adıdır. Domen adı şeydir də. Hadi NNT bu da şeydir. İnternet protokolu NTP-dir də, bəli, yedir. AY, BD, AY, C. Oldu.